275 nömrəli məktəbin qarşısındayıq. Salam, hər vaxtınız xeyir olsun. Burada biz çəkiliş edirik. Belə bir iddialar var ki, bu məktəbdə məktəbin direktoru uşaqlardan sinif rəhbəri seçmək üçün pul tələb edir və ayrı-ayrı məsələlərdə də müəyyən məbləğlərdə pul istəyir sinif rəhbəri seçmək üçün. O nə deməkdir ki? Yəni, zəhmət olmasa maneçilik yaratmayın. Məktəbin direktoru sizsiniz burada. Bəs siz kimsiniz, özünüzü təqdim edə bilərsiniz? Mən niyə təqdim eləməliyim? Yəni, burada bizə maneçilik yaradırsınız, necə yəni təqdim eləməməliyəm? Sizə nə əsas? Bizə iddialar verilib. Xeyr, bizə məlumat verilib və biz gəlmişik ki, bu məlumatın dəqiq və ya yalan olduğunu öyrənək də. Əgər yalansa siz deyə bilərsiniz ki, bu yalandır. 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 Siz kimsiniz ümumiyyətlə? Məktəbin müəlliməsi. Sizin səlahiyyətiniz nədir burada? Niyə cavab vermirsiniz? Mən niyə cavab Məktəbin direktoru ilə necə əlaqə saxlaya bilərik biz? Necə icazə? Məktəbin direktoru necə danışa bilərik? Deməli, məsələ düzdür ki, siz qapını üzümüzə bağlayırsınız da burada. Biz səlahiyyətli şəxs olaraq kimdən danışa bilərik burada? Direktor müavinin otağıdır, amma təəssüf ki, qapını üzümüzə bağlayırlar, cavab vermirlər, qaçırlar. İddialara görə məktəbin direktoru uşaqlardan sinif rəhbəri seçmək üçün müəyyən məbləğlərdə pul tələb edir. Və bu məsələ təkcə bu formada yekunlaşmır, başqa digər şeylər üçün də pul tələb olunur uşaqlardan. Biz məktəbin direktoru ilə danışmağa çalışdıq, amma təəssüf ki, özünün müəllim olduğunu iddia edən xanım yaxınlaşdı ki, çəkiliş etmək olmaz. Direktor müavinin otağına da yaxınlaşdıq, amma təəssüf ki, qapını üzümüzə bağladılar. Heç biri bu iddialara cavab vermir. Bu da əslində bunu əsas doğurur ki, iddialar müəyyən qədər doğrudur. Deməli, belə bir iddia var ki, məktəbin direktoru uşaqlardan pul tələb eləyir. Yəni, necə pul tələb eləyir? Sinif rəhbəri seçmək üçün pul tələb eləyir. Başqa bir tədbirlər falan filan, bu tip şeylərdə pul tələb eləyir. Burada oxumuşam, belə şey görməmişəm, də olmayıb. Necə oldu? Mən görmüşəm. Veçsin, həmişə var. Yəni, deyirsiniz ki, doğrudur. Hayır, alan var da, yəni belə. Bayramda olur. Bayramlıq alırlar. Dost, yəni alanlar da var, almayan da var, yaxşısı da var, pisi də var. Məsələ ilə bağlı Bakı şəhəri üzrə təhsil idarəsinə müraciət etdik. Oradan şifahi olaraq bildirildi ki, problemlə bağlı araşdırma başlayıb, nəticəsi barədə məlumat veriləcək.